Salam Taliyə müəllim. Azərbaycan iqtisadiyyatında bank, maliyyə sektorunda baş verən proseslər hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir göstərir. İnflyasiya səviyyəsi və ona təsir göstərən amillər, manatın məzənnəsinin sabitliyi, kreditlərə əlçatanlıq və kredit faizləri, əmanətlər, bank sektorunun dayanıqlığı, maliyyə bazarlarının bütövlükdə inkişafı bugün cəmiyyət üçün aktual mövzulardandır. Mərkəzi Bank isə həyata keçirdiyi effektiv pul siyasəti və prudensial tənzimləmə tədbirləri ilə həm makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında, eləcə də ölkə iqtisadiyyatının dayanıqlığının inkişafında müstəsna rol oynayır. Azərbaycan Televiziyası və APA İnformasiya Agentliyinə müsahibə üçün vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Müsahibəni mən Namiq Əliyev və APA İnformasiya Agentliyindən həmkarım Nigar xanım Abbasova aparacağıq. Çox sağ olun Namiq müəllim. Mən öz növbəmdə sizi salamlayıram. Nigar xanım, sizi də salamlayıram. Xoş gəlmişsiniz Mərkəzi Bankın yeni binasına və müsahibə marağınızı göstərdiyiniz üçün təşəkkürümü bildirirəm sizə. Talib müəllim, icazənizlə söhbətimizə qlobal iqtisadi mühitdə formalaşan amillərin Azərbaycan iqtisadiyyatına təsiri və makroiqtisadi sabitliyin təmin edilməsindən başlamaq istəyərdik. Hazırda qlobal iqtisadiyyat ciddi siqnallar qarşısındadır. Geosiyasi gərginliklər artmaqdadır. Yaxın Şərqdəki münaqişə enerji bazarlarına, təchizat zəncirinə öz təsirini göstərib, qlobal maliyyə bazarlarında dəyişikliklər artmaqdadır. Bu reallıqların Azərbaycan iqtisadiyyatına təsirini necə qiymətləndirirsiniz? Qiymətləndirməniz bizim üçün maraqlı olardı və neft-qaz qiymətlərinin orta müddətli tarazlı səviyyəsi ilə bağlı Mərkəzi Bankın proqnozları necədir? Qeyri-neft sektorunun artan rolunu da biz nəzərə alsaq, xarici sektorun və tədiyyə balansının orta müddətli dayanıqlığını necə qiymətləndirirsiniz? Çox sağ olun sualınıza görə, Namiq müəllim. Düşünürəm, müsahibə üçün ilk sual olaraq düzgün seçilib. Çünki əminəm ki, izləyicilərimizi də narahat edən məsələ bugün Yaxın Şərqdə baş verən proseslər bizim iqtisadiyyatımıza təsirindən maraqlıdırlar. Azərbaycan iqtisadiyyatı keçdiyi inkişaf yolu nəticəsində bizim iqtisadiyyatımız beynəlxalq qlobal iqtisadiyyata inteqrasiya olunub. Bunun da ən düşünürəm yaxşı göstəricisi, ən bariz göstəricisi məhz mal və xidmətlərin ticarət dövriyyəsinin ümumi daxili məhsula nisbətidir. Bu da 80%-dir. Yaxın Şərqə gəldikdə isə onu qeyd etmək istəyərdim ki, əminəm ki, hər biriniz bunu görürsünüz. İlk növbədə orada baş verən proseslər, münaqişə, neft və qaz qiymətlərə təsir edib, enerji daşıyıcıların qiymətlərinə təsir edib. Bunun həm müsbət tərəfi var, həmçinin də mənfi cəhəti var. İlk növbədə müsbətdən danışmaq istəyərdim. Sözsüz ki, enerji daşıyıcıların qiymətləri artanda Azərbaycanın xarici valyuta ehtiyatları artır və ilk 6 ay nəticələrinə əsasən valyuta ehtiyatlarımız 85,8 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu da 6 ayın ərzində 700 milyon ABŞ dolları artım deməkdir. Bunu da nəzərə almalıyıq ki, bu 6 ay ərzində Azərbaycan Dövlət Neft Fondu 3,77 milyard ABŞ dolları büdcəyə transfer edib. Onu da sizə qeyd edim ki, sadəcə izləyicilərimiz də bilsin, bizim iqtisadiyyatımızda cari hasilat həcmləri nəzərə alsaq, hər 10 dollar qiymətin artımı, bizim hesablamalarımız onu göstərir ki, iqtisadiyyatımızda əlavə 1,2 milyard ABŞ dollar gəlir əldə edir. 1000 kub metr qazın qiymətinin orta illik qiyməti 50 dollar artanda, bu isə təxmini 900 milyon ABŞ dollar əlavə gəlirdi ölkəmiz üçün. Sözsüz ki, bu rəqəm həmçində qiymət düşəndə təsirlər demək olar ki, eynidir. Lakin bizim proqnozlarımız onu göstərir ki, bu ilin bir barel neftin orta illik qiyməti 84,5 ABŞ dollar olacaq. Növbəti ildə isə 78 dollar olacaq. Qazın 1000 kub metr qazın qiyməti isə müvafiq olaraq 324 dollar və 290 dollar olacaq 2026-2027-ci illər üzrə. Bu göstəricilərə əsasən mən qeyd etdiyim proqnozlar əsasən may ayının proqnozlarıdır. Bilirsiniz ki, bu ayın sonunda bizdə geniş mətbuat konfransı olacaq, bizim pul siyasətimizə həsr olunmuş və orada biz iyul proqnozlarımızı açıqlayacaq. Bugün müsahibədə qeyd etdiyim rəqəmlər
may ayının proqnozlarına əsasdır və bu proqnozlara baxdıqda cari əməliyyat balansımızın profitsiti bu ilin sonunda 5,5 milyard ABŞ dolları olacaq. Gələn ilin sonunda isə cari əməliyyat balansının profitsiti təxminən 4,4 milyard ABŞ dollar ətrafında formalaşacaq. Yəni bizə əsasən müsbət təsiri məhz bizim cari əməliyyat balansının profitsitinin artımıdır və sözsüz ki, strateji valyuta ehtiyatlarının artımından təsirlənir. Digər müsbət tərəfi var ki, sözsüz bu nəqliyyat və anbar təsərrüfat sahəsinə aiddir. Bu bizim üçün böyük bir potensialdır ki, biz Azərbaycanı bir logistik mərkəz kimi istifadə edək və düşünürəm ki, həm dövlət və o cümlədən hökumətin bu sahədə gördüyü işlər kifayət qədər qənaətbəxşdir və düşünürəm ki, bu potensialı biz reallaşdıracağıq. Mənfi cəhətlərə baxdıqda, mənfi təsirlərə baxdıqda, burada ilk növbədə və əsas düşünürəm ki, inflyasiyadır. Çünki ithal etdiyimiz mal və xidmətlərin 80%-i məhz enerji daşıyıcıları ithal edən ölkələrdən asılıdır. Yəni, enerji daşıyıcıların qiymətləri artıq şəraitdə bizim ticarət tərəfdaşlarımız hansılardan biz mal və xidmətlərimizi ithal edirik. Onlarda sözsüz ki, istehsal xərcləri artır. Çünki enerji qiymətləri yüksəlir və istehsal xərcləri artırdığı şəraitdə onlarda da inflyasiya baş verir və biz onlardan aldığımız mal və xidmətlərin qiyməti artaraq biz onları ithal edirik ölkəmizə. Məhz əsas bu situasiyanın mənfi cəhəti ondan ibarətdir ki, bizim inflyasiyamıza təsir göstərir. Talih müəllim, son aylarda ticarət tərəfdaşlarımızda inflyasiya təzyiqləri artmaqdadır. Bir sıra aparıcı ölkələr proqnozlarını yuxarıya doğru yeniləyib və hətta uçot dərəcəsini qaldıran mərkəzi banklar da var. Bu fonda ithal inflyasiyası riski hansı miqyasda qiymətləndirilir və bu yeni reallıqlar Mərkəzi Bankın 2026-2027-ci illər üzrə proqnozlarına necə təsir göstərir? Digər tərəfdən siz inflyasiyanın əsasən xarici təklif amillərindən qaynaqlandığını qeyd edirsiniz. Bəs tələb amillərinin, yəni dövlət büdcəsi xərclərinin və kreditləşmənin təsirini necə görürsünüz? Başqa sözlə, orta müddətli dövrdə tələb inflyasiyası riski varmı? Sualınız bir neçə sualdan ibarət idi, amma son sualınızda onu qeyd edim ki, biz tələb amillərinin inflyasiya təsirini yüksək qiymətləndirmirik. Bizim hesablamalarımız onu göstərir ki, büdcə xərclərin, cari xərclərin 10%-in artımı və kredit portfelinin, bank sektoru vasitəsilə kredit portfelinin 10% artımı müvafiq olaraq 0,29% və 0,12% artıcı təsir göstərir. Bu da bizim şəraitimizdə yüksək göstərici deyil. Yəni, bu da onu deməyə imkan verir ki, tələb inflyasiyası, ümumi inflyasiya təsiri aşağıdır. Amma istərdim ümumi, çox sadə dildə izah edeyim, ümumi situasiyanı. Bilirsiniz ki, inflyasiya tələb və təklif amillərdən formalaşır. Mən birinci sualda da onu qeyd etdim ki, biz inflyasiyanı əsasən ithal edirik və bunun son 4 ildə biz müşahidə edirik ki, inflyasiya artıcı təsir edən amil məhz təklif amilidir. Yəni, təklif amilə də baxdıqda burada iki kanal var. Bir, ithal etdiyimiz mal və xidmətlərin qiyməti, yəni ticarət tərəfdaşlarda olan inflyasiya nəticəsində artan qiymətlər Azərbaycana ithal olunur. Həmçində yerli bazarda istehsalçıların xərc amillərinin artması. Xərc amilləri mən dedikdə bizim tənzimlənən xidmətlərimiz var. Misal üçün, işıq, qaz, su və digər yanacaq qiymətləri, yəni hansı ki, dövlət tərəfindən idarə olunur. Onların dəyişimi nəticəsində isə bizim istehsal etdiyi mal və ya xidmətlərin mayə dəyəri artımı nəticəsində bizdə inflyasiya yaranır. Tələb amillərə baxdıqda burada əsas kanal ev təsərrüfatlarının və dövlət sektorunun istehlakıdır. Və bu suala ilk cavab verəndə mən qeyd etdim ki, istehlakın əsas iki parametri varsa, əsasən bizdə büdcə xərcləridir və kreditləşmədir. Hər ikinin də mən bayaq qeyd etdiyim kimi inflyasiya təsirləri cüzidir. Əsasən biz təklif inflyasiyadan təsirlənirik.
Bizim proqnozlarımız onu göstərir ki, 2026-cı ilin sonunda inflyasiya 5,9% olacaq. 2027-ci ilin sonuna isə 4,5% olacaq. Yenə də biz proqnozlaşdırdığımız inflyasiya Mərkəzi Bankın hədəf diapazonundadır. Talib müəllim, bu qeyd olunan ikili istiqamətləri nəzərə alaraq soruşmaq istəyərdim. Mövcud pul siyasəti çərçivəsi belə risklərə adekvat cavab verməyə kifayət edirmi? Və Mərkəzi Bank son illər ərzində həyata keçirdiyi islahatları nəzərə almaqla orta müddətli perspektivdə pul siyasəti çərçivəsinin təkmilləşdirilməsini gündəmdə saxlayırmı? Pul siyasəti adekvat cavab verməsəydi biz yəqin onu dəyişdirərdik. Ona görə cavabım burada bir mənalı odur ki, pul siyasətimiz iqtisadiyyatda olan potensial çağırışlara adekvat reaksiya verməyə imkan yaradır. Amma ümumiyyətlə verdiyiniz sual düşünürəm fundamentaldır. Yaxşı olardı ki, mən həmçinin də bizim pul siyasətimiz nədən qaynaqlanır, hansı çərçivədən formalaşır? Bizim pul siyasətimizin əsas lövbəri bizim sabit məzənli rejimimizdir. 2017-ci ildə Azərbaycanda sabit məzənli rejimi tətbiq olunur. 2022-ci illədək bizim faiz lövbərimiz, yəni Mərkəzi Bank öz faiz dərəcənin qərarlarını işıqlandırır, açıqlayır hər 45 gün. Bizim uçot dərəcəmizin təsiri 2023-cü ilədək təsirləri heç vaxt olmayıb. 2022-ci ildən başladığımız yeni islahatlar məhz faiz dərəcənin, Mərkəzi Bankın uçot dərəcəsinin iqtisadiyyata təsirlərinin artıq bugün görürük ki, həmin uçot dərəcənin dəyişimi iqtisadiyyatda, maliyyə sektorda depozit və kredit faizlərinə təsir edir. Bugün təhlillərimiz onu göstərir ki, uçot dərəcənin 1% artımı və ya azalması eyni istiqamətdə fiziki şəxslərin depozitləri 0,4% bəndi eyni istiqamətdə dəyişilir. Həm artım istiqamətdə uçot dərəcəsi dəyişilibsə, yuxarı reviziya olunubsa, həmçində azalanda və bu 3 ay ərzində baş verir. Yəni bizim pul siyasətimizin əsas lövbəri bizim sabit məzənli rejimidir. Dəstək edici isə bizim faiz kanalımızdır, uçot dərəcəmizdir. Talih müəllim, dediyiniz kimi manatın məzənnəsini sabitliyi pul siyasətinin başlıca lövbəri kimi çıxış edir. Ötən illərdə məzənnəyə həm ucuzlaşma, həm də möhkəmlənmə istiqamətində təzyiqlər yaransa da, Mərkəzi Bankın valyuta ehtiyatları artıb və son aylarda da artmaqda davam edir. Bu artım o deməkdirmi ki, hazırda möhkəmlənmə təzyiqləri üstünlük təşkil edir və ümumiyyətlə valyuta ehtiyatları ilə bağlı proqnozlar necədir? Digər tərəfdən əhalinin əmanətlərində dollarlaşmanın azalması manata inamın gücləndiyini göstərir. Sizcə bu meyil dayanıqlıdırmı və manatla uzunmüddətli yığımların genişlənməsi üçün daha hansı şərtlər formalaşmalıdır? Düşünürəm, yəqin izləyicilər üçün ən maraqlı sual olacaq, çünki məzənnə ilə bağlıdır. Çox sağ olun sualınıza görə. İlk növbədə yəqin cari situasiyanı sizə deyərdim. Son 18 ayda valyuta bazarında təklif tələbi üstəliyib. Bu bir fakt. İkinci fakt ondan ibarətdir ki, 2026-cı ilin ilk 6 ayında valyuta xəraclarında, Mərkəzi Bank keçirtdiyi valyuta xəraclarında 757 milyon ABŞ dollar satılıb. Müqayisəni başa düşmək üçün 2025-ci ildə eyni dövrünə biz baxsaq, bu rəqəm 2,7 milyard ABŞ dollar olub. 2024-cü ildə ilk 6 ayında bu rəqəm 3,5 milyard ABŞ dollar olub. Bu il 757 milyon ABŞ dollardır. Kifayət qədər azalma var və bu 6 ay ərzində Mərkəzi Bank 1,5 milyard ABŞ dollar həcmində alış yönümlü müdaxilə edib və siz sualınızda qeyd etdiyiniz kimi Azərbaycan manatının möhkəmlənməsinin qarşısını alması üçün biz müdaxilə elədik ki, məzənnə 1,7 səviyyəsində qalsın. Yəni valyuta bazarında yenə dediyim kimi təklif tələbi üstəliyir. Manata əhalinin inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun
arxasında sözsüz ki rəqəmlər var. 2021-ci ildə rezident fiziki şəxslərin əmanətləri 40% valyutada idisə, bugün 25%-dir. Yəni azala-azala dolarizasiya səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin xəcmi 2 dəfədən çox artıb. Altın rəqəmlə desək, 6,3 milyard artıb və 12,5 milyard manat səviyyəsində formalaşır. Yəni inam qeyd etdiyim kimi manata artıb və bunun nəticəsi olaraq da biz görürük ki, valyuta tələbat da azalıb. Amma düşünürəm, fürsətdən istifadə edeyim. Yəqin ki, izləyicilərə maraqlı olacaq bizim və Mərkəzi Bankın sədrin bu məzənnə ilə bağlı baxışına, fikrini eşitməyə. Valyuta bazarı 3 istiqamətdən təsirlənir. İlk növbədə yəqin ki, cari əməliyyat balansı tərəfindən valyuta bazarına təsirlərini qeyd etmək istəyərdim. Cari əməliyyat balansı, çox sadə dildə desək, bu iqtisadiyyatımızın əməliyyatları nəticəsində, fəaliyyətin nəticəsində ölkədən çıxan və gələn valyutanın balansıdır. Yəni, balans profitsitli olanda o deməkdir ki, ölkəyə daha çox valyuta gəlib, kəsirli olanda o deməkdir ki, ölkədən valyuta gedib. Sabit məzənnə rejimi ölkələrində kəsir olanda bu kəsiri Mərkəzi Bank bağlayır. Bizdə son illər profitsitlidir, gələn ildə profitsitli olacaq, amma vacib məqam burada mən istəyərdim ki, mümkün qədər bunu izah edeyim. Neftin qiyməti 45 dollar, orta illik qiyməti 45 dollar olduğu şəraitdə bizim cari əməliyyat balansımız profitsitlidir. Birinci sualda deyəsən mən onu qeyd etmişdim. Hər 10 dolların dəyişimi 1,2 milyard ya gəlirdi, qiymət qalxıbsa, ya da kəsirin artımıdır, qiymət düşübsə. 1,2 milyard dollardır. Yəni, Mərkəzi Bankın bugün təkcə ehtiyatları 13,2 milyarddır. Ümumi strateji valyuta ehtiyatlarımız 85,8 milyarddır. Onu çox vacib də məsələ ondan ibarətdir ki, son 20 ildə, yeganə 20-ci ildə neftin orta illik qiyməti 42 dollar olub. Yəni, ondan aşağı olmuyor. Biz orta illik qiymətə baxmalıyıq. Vətəndaşlarımız və bəzən bizneslardan bu reaksiyanı görürəm. Hansısa qısa müddətdə neftin qiyməti düşəndə dərhal hamı narahat olur. İl ərzində neftin qiyməti 0-a da düşə bilər, 200-ə də qalxa bilər. Bizə vacibdir ki, orta illik qiyməti nədir və 2020-ci ildə yalnız 42 dollar səviyyəsində formalaşmışdı. 20 il ərzində ən aşağı səviyyə 42 dollar idi. Mən isə öncədən sizə dedim ki, 45 dollar da belə orta illik qiymət, bugünkü hasilat həcmləri də nəzərə alsaq, bizim cari əməliyyat balansımız profitsitlidir. Bu cari əməliyyat balansı tərəfindən. İkinci kanal büdcədir və bugün biz büdcədə 65 dollar təsdiq etmişik, orta illik qiyməti. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1,4 milyard manat təsir edir. Bizim bugünkü, Azərbaycanın bugünkü büdcə həcmi üçün bu böyük bir rəqəm deyil. Yəni, hansısa xərclərimizi azaldaraq və ya hansısa investisiya layihələrimizi, əsaslı xərclərimizi növbəti ilə keçirməklə biz rahatlıqla potensial yarana biləcək təsirləri, mənfi təsirləri biz qarşısını ala bilərik. Yəni, nə cari əməliyyat balansında, nə büdcədə neftin qiymətinin azalmasını biz böyük bir problem görmürük. Üçüncü istiqamət, valyuta bazarına təsir, bu iqtisadi subyektlərin və burada əsasən mən əhalini və biznes icmalını nəzərdə tuturam, onların gözləntiləridir. Təəssüflər olsun, mən son 4 ildə bilmirəm ki, necə adlandırım onları. Bizi istəməyənlər, ölkə daxilimizdə olanlar, öz Azərbaycanlılarımız, bəzən üzr istəyirəm ifadəmə görə əsəbləşib deyirik ki, bu mərdim azardılar. Yəni, heç bir fundamental əsasları olmadan başlayırıq demək ki, bilmirəm, kurs dəyişiləcək və
cəmaət başlayır narahat olmağa. Cəmaət başlayır narahat olmağa, hamı axırıncı manatını götürür, qaçır valyuta mübadilə məntəqəsinə. Sonra bir həftədən alır dolları və bir həftədən sonra yenə də satır. Burada udan yalnız həmin o mən dediyim insanlar hansı ki, özünə like sosial şəbəkələrində özünə like qazanmaq istəyirlər. Bir də valyuta mübadilə məntəqələridir. Çünki əhali dollar alır, sonra da bir həftədən sonra, bir aydan sonra satır. Mən burada ona görə istəyərdim ki, bunu biraz belə çox sadə dildə izah edeyim. Çünki fundamentallar yoxdur. Yəni, fundamental hansısa problemlər bizim iqtisadiyyatımıza hal-hazırda ki, narahat olaq yoxdur. Hər hansısa bir qərar verməmişdən öncə, yəqin ki, bu təhlilləri aparmalıyıq. Yəni, doğrudanmı bizdə problem var? Mərkəzi bank pul siyasətinə mən qayıdıram və bəlkə sualda da cavab verdim ki, bizim əsas məqsədimiz, mandatımız qiymət sabitliyidir və makroiqtisadi sabitlik və buna nail olmaq üçün bugünkü çərçivəyə, sabit məzənə rejimi tam uyğundur və biz bu siyasətimizi də növbəti illərdə davam etməyə planlaşdırırıq. Talim müəllim, ölkənin bank-maliyyə sektorunun ümumi mənzərəsinə istəyərdim nəzər salaq. Kapitallaşma, likvidlik, aktivlərin keyfiyyəti baxımından qiymətləndirməniz necədir? Xüsusilə qlobal maliyyə bazarlarında risklərin dalğalandığı indiki şəraitdə sektorun dayanıqlığını və risklərə absorpsiya etmək qabiliyyətini necə görürsünüz? Sözsüz ki, sektorda dayanıqlıq var, rəqabət genişləndirilib. Amma bu dayanıqlıq necə formalaşdırılıb? Hansı addımlar atılıb? İstərdim bu barədə də danışaq və tənzimləyici olaraq hansı yeni siyasət çərçivələrinin tətbiqinə başlanılıb, qarşıdakı dövrdə isə hansı addımların həyata keçirilməsi planlaşdırılır? Çox yaxşı vurğuladınız bank maliyyə sektoru. Biz maliyyə sektoru dedikdə biz həm bank olmayan kredit təşkilatları, həm sığorta şirkətləri, sığorta sahəsi, həm investisiya, kapital bazarları nəzərdə tuturuq. Həmçinin də ödəniş xidmətlərinin təchizatçıları, elektron pul təşkilatları və fintechləri nəzərdə tuturuq. Bu maliyyə sistemidir, sahəsidir. Bizdə maliyyə sistemimiz bank əsaslıdır və çünki maliyyə sektorunun 95%-i bank sektora aiddir. Sözsüz ki, bizim ilk fokus olduğumuz sahə bank sektoru olub. Həm təmzimləmə sahəsində, həmçində təmzimləmənin nəticəsi olaraq da sektorun dayanıqlığını gücləndirilməsi sahəsində, həmçində inkişaf potensialının reallaşdırılmasına. Bank sektorda kifayət qədər komandamız böyük işlər görülüb son bu 4 ildə. Burada həm yeni beynəlxalq təcrübəyə əsasən korporativ idarə etmə tələbləri tətbiq edilməsi, həm risk əsaslı nəzarət, likvidlik sahəsində yeni əmsallar, beynəlxalq təcrübəyə əsasən, Bazil komitəsinin kapital tələblərini bazarda tətbiqi, kiber və informasiya təhlükəsizliyi sahəsində, yəni kifayət qədər çox işlər görülür və yəqin ki, bunu ayrıca işıqlandırmağa ayrıca müsahibə lazım olacaq və mən bu detallara getmək istəməzdim. Sadəcə gördüyümüz işin də nəticələrini mən istəyərdim qeyd edim ki, beynəlxalq nüfuzlu təşkilatlar necə qiymətləndirirlər. İlk növbədə onu qeyd edim ki, 2024-cü ildə siz bilirsiniz ki, Azərbaycan suveren reytingi, investisiya reyting səviyyəsinə yüksəlmişdi və həmin hesabatlarda görə bilərsiniz ki, həm iqtisadi artım və fiskal dayanıqlığı nəzərə alaraq, həmçində pul siyasətimizdə, ölkənin pul siyasətində və bank sektorunun dayanıqlığının təmzimlənməsində islahatların nəticəsi olaraq ölkəmiz investisiya reytingini qazandı. Dünya Bankın Business Ready hesabatı var. Orada isə maliyyə xidmətləri üzrə hesabatda biz 101 ölkədə ən yüksək nəticə almışıq. Ondan əlavə S&P Kredit Rating Agentliyin bank sektorunun infrastrukturunun risk qiymətləndirilməsi hesabatı var. Adı BICR-dır ingilis dilində. Bu beynəlxalq aləmdə çox yüksək səviyyədə qəbul olunandır. 2023-cü ildə 10 pilləli qiymətləndirmədir. Ən yaxşısı 1, məntiqi 10 NPC-dir. 2023-cü ildə Azərbaycan 9-cu pillədə olub.
Artıq 2026-cı ildə biz 7-ci pilləyə yaxşı mənada düşmüşük və MDB ölkələrini ya da Mərkəzi Asiya ölkələrini müqayisə eləyəndə həmin pillədə yalnız Gürcüstanla Qazaxıstandır. Türkiyə, Özbəkistan, Ermənistan və digər ölkələr daha yuxarı olan pillələrdədirlər. Azərbaycan çox qısa müddətdə 2023-cün sonundan 2026-cı ilədək 2 pillə irəliləyib risk nöqteyi nəzərdən. Bu da həm sektorun fəaliyyəti nəticəsində, həmçində regulyatorun gördüyü işləri düşünürəm çox yaxşı qiymətləndirir. Talih müəllim, düşünürəm bu sualda izləyicilər tərəfindən maraqla qarşılanacaq. Cəmiyyətdə kredit faizlərinin yüksək olması ilə bağlı fikirlər tez-tez səslənir. Faizlərin necə formalaşdığı və uçot dərəcəsi ilə yanaşı hansı bazar və risk amillərindən asılı olduğu barədə danışmağınızı istərdik. Bu fonda Mərkəzi Bank faizlərin aşağı salınmasına dəstək verə biləcək tədbirlər nəzərdən keçirirmi? Bəzən belə fikirlər də səslənir ki, Mərkəzi Bank prudensial çərçivəsini yumşaltmaqla biznes kreditlərini stimullaşdırmalıdır. Hazırda biznes və istehlak kreditləri üzrə normativlər arasında hansı fərqlər var və bu normativlər kiçik və orta sahibkarlığın kreditləşməsini kifayət qədər dəstəkləyir? Çox vacib sualdır. Nigar xanım, çox sualını dediniz, amma ümumi o suala cavab verməmişdən öncə siz sual verdikdə bir cümlə istifadə etdiniz ki, biznes kreditləşməsinin prudensial tələblərin yumşaltması. Mən bu fikri bir neçə şəxslərdən, istiqamətlərdən eşitmişəm və bu fikirlə qəti razı deyiləm. Desək ki, istehlak kreditləşməsində Mərkəzi Bank sərtdir, mən əminliklə deyə bilərəm ki, bəli, sərtdir. Bəlkə də bütün dünya ölkələri mərkəzi bankların və regulyatorların bu sahədə tənzimləməni bilmirəm. Amma bildiyimlərdən ən sərt Azərbaycan Mərkəzi Bankıdır istehlak kreditləşməsində. Biznes kreditləşməsində biz sərt deyilik, əksinə biz çox yumuşaq yanaşırıq və məhz buna görə mən bu fikirlə razı deyiləm. Dünyada maliyyə sektorunun tənzimlənməsində hamı yəqin bilir, bu Bazil komitəsi var. Biz bu Bazil komitəsinin bu sahədə tələblərini Mərkəzi Bankın tələbləri ilə müqayisə etsək, görəcəyik ki, kifayət qədər Azərbaycanda biznes kreditləşməsində yumuşaq yanaşma var. Bunu söyləyənlər, belə fikirləri söyləyənlər ya bizim tələblərimizi bilmir, beynəlxalq təcrübəni bilmir, məhz nəyə görə iqtisadiyyatda bəzi proseslər verir. Ona görə bu fikirlə razı deyiləm. Bəzən olur ki, bunu da işıqlandırım, bəzən olur ki, deyirlər ki, Mərkəzi Bankın biznes kreditlərində tələblər çox sərtdir. Mərkəzi Bankın demək olar ki, kreditləşmədə istifadə olunan girovlara ümumiyyətlə tələb yoxdur. Yalnız məcmu kapitalın 10%-dan artıq verilən kreditlərə biz deyirik ki, girov olmalıdır. Amma 10%-ədək bizim ümumiyyətlə heç bir girov tələblərimiz yoxdur. Yəni Mərkəzi Bank olaraq. Və 10% sizə təxminən deyim ki, sistem əhəmiyyətli bankları istisna etsək, çünki orada kapital lap böyükdür. Yəni digər banklara baxsaq, sistem əhəmiyyətli banklardan istisna. Orta bir banka bu 12-15 milyon pul deməkdir. Yəni bugün Azərbaycan bankları sistem əhəmiyyətli istisna olmaqla onlar daha çox, orada kapital daha çoxdur. Amma digər banklara baxsaq, bir borc alana 10-15 milyon ətrafında girovsuz kredit verə bilər. Yəni bugün Mərkəzi Bankın hər hansısa bu sahədə tələbləri yoxdur. Artıq 10%, məcmu kapitalın 10%-dən artıq olan kreditlərə Mərkəzi Bank deyir ki, bəli, təminat olmalıdır və təminatın da qiyməti 150% olmalıdır kreditə nisbəti. Bu sahədə də bəzi çətinliklər, problemlərimiz var, amma biz bunu həm hökumətlə, həm maliyyə sektorunun həll edirik, düşünürük ki, girovların qiymətləndirilməsi sahəsində də biz yenilikləri qısa müddətdə görəcəyik. Lakin biznesin kreditləşməsində hansısa
məhdudiyyətlər və sərt tənzimləmə bu gün Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən tətbiq olunmur və bizim bütün tələblərimiz bizim internet səhifəmizdə var. Sözsüz ki, hamı baxa bilər. O ki, qaldı faizlərə, qayıdım yəqin ki, ana suala. Faizlər nədən formalaşır? İlk növbədə faizlər, kredit faizləri həmin vəsaitlərin mayə dəyərindən formalaşır və mayə dəyəri dedikdə bank həmin vəsaitləri neçə faizlə cəlb eləyib. Yəni bank əhalidən və ya biznesdən vəsaiti cəlb eləyir. Bir gün o hardasa 9%-dir, orta faiz. Üstünə öz əməliyyat xərclərini qoyur, çünki xidmət haqqıları var, xidmət xərcləri var. Üstünə kredit riski faizini əlavə edir. Kredit riski nədir? Hər borc alan ayrı-ayrı öz maliyyə durumuna əsasən kredit riski var ki, ehtimaldır. Nə qədər, neçə faiz ehtimal var ki, bu şəxs və ya biznes krediti geri qaytarmayacaq. Və üstünə də əlavə öz marjasını əlavə edir. Nəzərə alsaq ki, pullarımızın mayə dəyəri bu gün artıq 9%-dədir. Sözsüz ki, əlavə o faizləri də əlavə eləsək, faizlər 2 rəqəmli səviyyəyə çıxır. Bizim təhlillərimiz onu göstərir ki, 1-2% deyə də bilərəm ki, 3%, 4% kredit faizlərinin dəyişimi, artımı və ya azalması, yəni kreditləşmənin məhdudlaşdırılmasına və ya sürətli artmasına o qədər də təsir göstərmir. Çünki misal üçün 2025-ci ildə iyul ayında səhv eləmirəmsə faizlər 19% artmışdır. Çünki mayə dəyəri artmışdır, pullar mayə dəyəri artmış, 19% artmışdır. Halbuki həmin il kiçik və orta sahibkarlıq üzrə kredit portfeli 18% artmışdır. Yəni məntiqlə əksinə olmalıdır. Faizlər artanda kreditləşmə sürəti azalmalıdır. Bizdə isə biz bunu görürük ki, o qədər də faizlərə həssas deyil. Bəli, 5-10% dəyişim olsa sözsüz ki, təsir eləyəcək, amma son 2 ildə baş verən dəyişikliklər o qədər də böyük təsir göstərmir. Biz Mərkəzi Bank administrativ olaraq faizləri idarə etmirik. Kredit üzrə faizlər özü formalaşmalıdır, bazar müəyyən etməlidir. Biz administrativ təsir etmirik. Biz sözsüz ki, pulun mayə dəyərinə təsir edirik və bayaq suallardan birində də qeyd etdiyim kimi öz uçot dərəcəmiz vasitəsilə biz faizləri azaldanda manatın mayə dəyəri də düşür, xərc olaraq banklar üçün düşür. Bu da ümumi kredit faizlərinə təsir edir. Soruşsaz ki, niyə görə faizlərimiz xüsusilə istehlak kreditləşməsində, biznes kreditləşməsində mən böyük belə faiz sıçrayışı falan görmürəm. Birincisi, düşünürəm, ən böyük bugün bank sektorda bizim üçün, regulator üçün çağırış məhz təmərküzləşmədir və sektorda rəqabətin daha yaxşı olsaydı, mən daha rahat olardım. Rəqabəti biz artırmalıyıq sektorda, dominant banklar var və onların sözsüz ki, qiymət faizlərin dəyişimi nəticəsində ümumi sektora təsir var. İkinci məsələ də bu, düşünürəm, xüsusilə biznes sahəsində bu tələb faktorudur. Yəni, kreditlərə aşağı tələb olmalıdır. Bu da sözsüz ki, Mərkəzi Bankın mandatından xaricdir. Bizim üzərimizə düşən düşünürəm, ən vacib məsələ bu rəqabətliyin artırılmasıdır və düşünürəm, artıq sentyabr-oktyabr aylarında xüsusilə maaş və pensiya kartları üzrə biz yeni yanaşmalar tətbiq edəcəyik. Hal-hazırda texniki işlər görülür. Bu da rəqabətliyin artımına əminəm ki, təkan verəcək. Talim müəllim, icazənizlə bir qədər də sığorta və kapital bazarları barədə danışaq. Mən xüsusilə sığorta sektoruna vurğulamaq istəyərdim. Statistik mənzərə müsbətdir, ürək açandır. Böyümə var bazarda və artıq sığorta yığımları milyard manatlıq həddi keçib. Ümumiyyətlə, bu artımın keyfiyyətini necə qiymətləndirirsiniz və gələcəkdə sığorta əhatəliliyin genişləndirilməsi üçün hansı addımlar atılacaq? Hər iki sektor, həm sığorta, həm kapital bazarları düşünürəm, çox da aktiv inkişaf edilməyib, inkişaf olmaqdadır.
və təkcə regulyator olduğuma görə yox, Mərkəzi Bank nöqteyi nəzərdən düşünürəm ki, kifayət qədər böyük potensial var. 4 ildə sığorta sahəsində sığorta haqların yığımı 80% artıb və 1.5 milyard manat həcmində formalaşır. Artıq sığorta sektoru uzun müddətli vəsaitlərin təminatçısıdır. Təxminən 1 milyard manat həcmində sığorta sektoru dövlət qiymətli kağızlara, xüsusilə istiqrazlara investisiya edib. Bu da əlavə kapital qoyuşlarıdır. 700 milyona yaxın bank sektorunun likvidliyini təmin edib və biz son 4 ildə bizim əsas fokusumuz icbari sığorta növlərinin əhalimiz üçün daha effektiv, daha uyğun olması üzərində çalışmışıq və son bu il yəqin ki, artıq aidiyyəti olan qurumlarla razılaşdırılıb və hal-hazırda Nazirlər Kabinetindədir. Daşınmaz əmlak icbari sığortasını, əhalinin maraqlarını nəzərə alaraq təkmilləşdirilib, artıq Nazirlər Kabinetinə verilib və artıq növbəti illərdən isə biz könüllü sığorta növlərinin təşviqi üzrə çalışacağıq. Sığorta mənim üçün nəyə görə maraqlıdır və istəyirəm ki, görüm ki, həm potensial var. Düşünürəm ki, vətəndaşlarımızın, həmçində biznes subyektlərimizin iqtisadiyyata məruz qaldığı risklərə qarşı təminat verən bir sahədir və bizim marağımız oldu ki, həmin təminat əlçatan olsun, effektiv olsun və keyfiyyətli olsun ki, bizim iqtisadiyyatda olan həm vətəndaşlarımız, həm biznes subyektləri qaldığı risklərə adekvat təminat alsınlar. Kapital bazarlara gəldikdə, burada biz iki istiqamətdə aktiv işlərimizi görürük. Ümidvarıq ki, sentyabr ayında artıq biz həm sektorla birgə, həm də beynəlxalq konsultantla birgə biz yeni qanunvericilik paketi hazırlamışıq. Artıq qiymətli kağızlar haqqında qanun yox, daha çox kapital bazarları haqqında qanun hazırlamışıq və düşünürük ki, sentyabr ayında artıq aidiyyəti qurumlarının razılaşdırılmasına göndərəcəyik. Bir hissə bu hüquqi normativ bazadır. İkinci hissə isə infrastruktur. Burada infrastruktur dedikdə həm investisiya şirkətlərinin fəaliyyəti, həm Milli Depozit Mərkəzinin, həmçində Bakı Fond Birjasının effektiv çalışmasına fokuslaşmışıq. Son, demək olar ki, 2 ildə, bilirəm ki, məlumatlısınız, ölkəmizdə ilk dəfə olaraq ilkin səhəm yerləşdirilməsi baş vermişdir. Hər iki yerləşdirmə maliyyə sektora aiddir. 2024-cü ildə bu ABB Bank olmuşdur, 2026-cı ildə Paşa Bank olub və hər iki bank üçün məbləğ o qədər də vacib deyildi. Bizim üçün burada say çox vacib idi ki, bizim istəyimiz odur ki, həm emitent gəlsin bazara, yəni qiymətli kağızı buraxılış edən təşkilat, həmçində investorların kütləsi artsın. Burada biz iki yeni emitent, ABB və Paşa Bank görürük. Digər tərəfdən isə bu iki IPO nəticəsində 2023-cü ilin sonunda, rəqəmləri sadəcə xatırlamaq istəyirəm, Milli Depozit Mərkəzində 1000 aktiv investor var idisə, bu iki IPO nəticəsindən bu rəqəm artıq 50 mindən çoxdur. Yəni 50 dəfədən çox artım baş verib. Bu isə həm əhalinin bu bazara inamı və marağını göstəricisidir, həmçində digər hüquqi şəxslərə, digər emitentlərə, hansı ki, öz səhmləri və ya istiqrazları buraxmaq niyyətindədirlər. Bu kifayət qədər böyük investor bazasıdır. Yəni 50 dəfə, 2 il ərzində 50 dəfə artıb. Müqayisə üçün onu sizə qeyd edim ki, Mərkəzi Bank apardığı islahatlar nəticəsində 2023-cü ilin sonunda cəmi 114 min unikal əmanətçi var idi ölkədə. Yəni müstəqilliyimizin ilk günündən 2023-cü ilin sonuna dək cəmi 114 min unikal əmanətçi var idi. Apardığımız islahatlar nəticəsində bu rəqəm 220-yə artdı. Yəni 2 qat artımın müsbət cəhəti ondan ibarətdir ki, bu artımın 75%-i 30 minədək olan əmanətlərdir. Yəni
vətəndaşların böyük hissəsi bank sektora inanır. Bununla da potensial olaraq ilk növbədə təcrübə ona göstərir ki, əhali birinci maliyyə sektorunda, bank sektorunda öz vəsaitlərini inanıb yerləşdirir. Sonra isə alternativ investisiya alətləri, alternativ qazanc istiqamətləri axtararaq növbəti etapda kapital bazarlarına çıxış axtarırlar və son 2 IPO-nu göstərib ki, bizim potensial investor bazamız 50 dəfə artıb, cəmi 2 IPO nəticəsi olaraq. Biz qiymətli kağızlar bazarına və kapital bazarları və sığorta sektora böyük ümidlərimiz var və düşünürük ki, orada olan potensialı biz növbəti strateji periodumuzda artıq reallaşdırmağı sürətləndirəcəyik. Talib müəllim, müsahibəmizə müasir dövrümüzün ayrılmaz hissəsi olan rəqəmsallaşma ilə bağlı sualla davam etmək istəyərdim. Yəni, Mərkəzi Bankın rəqəmsal gündəliyi də son dövrlər xeyli genişlənib, açıq bankçılıq, virtual aktivlərin tənzimlənməsi, rəqəmsal manat üzrə yol xəritəsi və süni intellekt əsaslı həllər gündəmdədir. Bu təşəbbüslərin hazırki statusu barədə istəyərdim məlumat verərsiniz. Hazırki status nə yerdədir və sözsüz ki, rəqəmsallaşma özü ilə bərabər kiber təhlükəsizlik risklərini də gündəmə gətirir və bu risklər hansı çərçivədə idarə olunur? Bu barədə də məlumat versəz minnətdar olarım. Çox vacib məsələdir və düşünürəm bizim inkişaf strategiyamızda əsas inkişaf istiqamətlərimizdir. Rəqəmsallaşma, maliyyə sektorunun rəqəmsallaşması. Bunu açıq deyə bilərəm ki, bugün ölkəmizdə maliyyə sektoru rəqəmsallaşmada ən qabaqcıl sektordur. Bunu mən Mərkəzi Bankın sədri olduğuma görə demirəm. Bu sadəcə müqayisə etsəz digər sahələrlə rəqəmsallaşma ən çox irəli gedən sahə məhz maliyyə sektorudur. Ondan sonra ola bilsin telekomdur. Amma ilk sözsüz ki, maliyyə sektorudur və mən rəqəmsallaşma dedikdə mənim üçün mən nələri nəzərdə tuturam? İlk növbədə rəqəmsal kanallarla təklif olunan xidmətlər və məhsullar sayı, yəni burada bank sektoru, xüsusilə bank sektoru çox irəlidədir. İstifadə etdiyi, rəqəmsallaşmada istifadə etdiyi texnologiyalar və üçüncü insan kapitalıdır. İnsan kapitalının inkişafı nöqteyi nəzərdən əsas təchizatçı maliyyə sektoru da, xüsusilə də bank sektoru. Yəni hər üç istiqamətdə maliyyə sektoru kifayət qədər çox inkişaf edib. Soruşsa səmimi cavab verə bilərəm ki, qonşu ölkələrimizdən də o qədər qabağa getməyib. O qədər də inkişaf etməyib. Potensialımız böyükdür. Biz indi digər dövlət qurumları ilə müzakirələr aparırıq ki, rəqəmsallaşma üçün sözsüz texnologiyalar, insan kapitalı falan lazımdır, amma dataya çıxış da vacibdir və həmin datanın qiyməti də əlçatan olmalıdır. Çünki nəticə etibarilə biz verilənlə bazanı pulla satanda bu son istehlakçıya təsir edir. Baxmayaraq ki, rəqəmsallaşmada maliyyə sektoru irəlidədir. Bizim həm 24-26-cı illəri əhatə edən strategiyamızda rəqəmsallaşma xüsusi yer tutur və əminəm ki, 27-30-cu illəri əhatə edən strategiyamızda da maliyyə sektorunun inkişaf strategiyasında əhəmiyyətləri yer tutacaq. Çünki rəqəmsallaşma bu artıq düşünürəm ki, dünənki gündür. Yəni heç kimdə sual yaranmamalıdır ki, nəinki maliyyə sektoru. Biz bütün sahələrdə rəqəmsallaşmanı artırmalıyıq və mən rəqəmsallaşma dedikdə mən tək texnologiyaları demirəm. Bizim üçün regulyator olaraq biz düşünürük ki, biz ekosistemə cavabdeyik və bizim üçün rəqəmsallaşma ekosistemi tək istifadə olunan texnologiyaların nəzarəti məsələsi deyil. Bizim həmçinin də yeni innovativ məhsulların yaradılması üçün bir bünövrə yaratmalıyıq, bir regulyator olaraq. Sözsüz ki, istifadə olunan texnologiyalar xüsusi bu sahədə risklərə qapı açır və burada biz, və siz sualda da onu qeyd etdiniz, kiber və informasiya təhlükəsizliyi sahəsində biz artıq sektora tələblərimizi irəli sürmüşük. Suni intellekt, misal üçün, bəli, maliyyə sektoru hal-hazırda suni intellekti aktiv istifadə edir, xüsusilə bank sektoru.
Mərkəzi Bank öz daxilində də, öz işində də süni intellekti aktiv istifadə edir. Burada isə sual yaranır ki, bəs regulyator nəzarəti necə olmalıdır? Bu təcrübə də Azərbaycanda yoxdur. Biz bu təcrübəni istəyirik Azərbaycana gətirək ki, çünki süni intellekt yaratdığı müsbət cəhətlərlə paraleldə həmçində risklər yaradır. Burada həm datanın təhlükəsizliyi, həm də verilən qərarlar da gələcəkdə problemlər yaşada bilər. Ona görə bir regulyator da olaraq bu ekosistemin bir tərkib hissəsi olaraq, regulyator olaraq biz də nəzarətimizi bu sahədə gücləndirməliyik. İnkişafı nöqteyi nəzərdən yəqin ki, məlumatlısınız, 2024-cü ildən, bəli, səhv eləmirəmsə, biz açıq bankçılıq platformasını yaratdıq. Bu açıq bankçılıq platforması rəqəmsallaşma ekosistemin əsas fundamental lövbəridir. Artıq 25 təşkilat, əsasən banklar həmin platformaya qoşulublar və həmin platforma vasitəsilə bir maliyyə institutdan digər maliyyə institutuna olan məlumatlarını, axını təmin edir. Sözsüz ki, maliyyə institutunun müştərisinin razılığı əsasında. İkinci, düşünürəm, sütun bu inkişafı, rəqəmsal ekosistemin inkişafında bu bizim xüsusi təmzimləmə rejimimizdir. İngilis dilində biz buna sandbox deyirik. Düşünürəm ki, innovativ yeni maliyyə sektora, innovativ həllərin yaradılması üçün çox əlverişli mühitdir. Çünki bugün maliyyə xidmətlərini təqdim etmək istəyən təşkilat lisenziya almalıdır, kifayət qədər böyük, uzun proses keçməlidir. Halbuki bilmir, bu startapdır. Bilmir ki, bu uğurlu olacaq yoxsa yox. Biz bu imkanı yaradırıq ki, həmin bu xüsusi təmzimləmə rejimində gəlib öz innovativ ideyasını real vaxt rejimində bizim nəzarətimizin altında həmin ideyanı test eləsin və artıq uğurlu olduğu təqdirdə başlasın həm lisenziyasını almağa və bütün tələblərə riayət etmək. Hal-hazırda bizdə 2 il ərzində 35 müraciət olub. Hal-hazırda 7 innovativ ideya hal-hazırda bu xüsusi rejimdə testlərini hələ ki uğurla davam edir. Virtual aktivlər siz qeyd etdiyiniz qanunvericilik paketi bilirsiniz ki, artıq təsdiq edilməsinə, baxılmasına göndərilib. Bu sahədə çox vacibdir. Düşünürəm ki, qanunvericilik paketinə irəli gələn təmzimləmə növbəti 6 ayda yazılacaq və düşünürəm ki, bu sahədə də Azərbaycan beynəlxalq təcrübəni bazara təqdim edə biləcək. Qeyd etdiniz Mərkəzi Bankın rəqəmsal valyutası haqqında. Digər ölkələrdə olan həmkarlarım bu sahədə pilot layihələrini artıq bir müddətdir ki, başlayıblar, amma hələ ki geniş miqyaslı pilot olmayan həmin bu Mərkəzi Bankın rəqəmsal valyutasının tətbiqini hələ ki biz görməmişik. Biz bu sahəni çox diqqətlə izləyirik və düşünürəm ki, növbəti ildə araşdırmalarımızı daha dərinləşdirəcəyik. Mən biraz skeptik yanaşıram bu sahədə, çünki kifayət qədər cavabı olmayan hələ ki bu sahədə suallar var. Texnologiya olaraq əladır. Mən rahat qiymətləndirə bilərəm ki, çünki mən ilk işim məhz proqramçı olmuşam, ona görə bu sahəni çox gözəl anlayıram. Texnologiya olaraq əladır və düşünürəm onun istifadəsi geniş miqyaslı olmasa da, amma istifadəsi mümkündür. Daha çox stablecoinlara fokuslaşardıq. Bu isə bizim artıq növbəti ildə proqramımızda var. Düşünürəm ki, biz bu sahədə daha aktiv işlərimizi görəcəyik. Talih müəllim, yekunda növbəti strateji dövr üzrə prioritetləriniz barədə soruşmaq istərdik. Buyurun. Prioritet ilk növbədə bizim prioritetimiz bizim qanunumuzda, Mərkəzi Bankın haqqında qanundan irəli gəlir. Bizim 3 əsas ana mandatımız var. Bu qiymət sabitliyidir, makroiqtisadi sabitlik, maliyyə sektorunun dayanıqlığıdır və ödəniş sistemlərinin təhlükəsiz və effektiv çalışmasıdır. Birinci mandatımıza gəldikdə sözsüz ki, biz pul siyasəti çərçivəsində verilən qərarlarımızı
məhz qiymət sabitliyinin təmin edilməsinə fokuslaşacağıq. Yəni inflyasiya hədəf diapazonunda olmasına hədəflənəcəyik. Maliyyə sabitliyi nöqteyi-nəzərdən biz beynəlxalq təcrübəni tətbiq etməyə davam edəcəyik, xüsusilə sığorta və kapital bazarları sahəsində və ödəniş xidmətlərinin təchizatçıları və elektron pul təşkilatları sahəsində. Milli ödəniş sistemi, yəni ödəniş sisteminin effektiv və fasiləsiz çalışması istiqamətində bizim bu sahədə əsas məqsədimiz ölkə daxili ödənişlərin böyük hissəsini ani ödəniş sisteminə keçirilməsidir ki, bütün hesablaşmalar həm fiziki, həm hüquqi şəxslərin hesablaşmaları anında hesabdan hesaba baş versin. Artıq bu sahədə kifayət qədər çox işlər görülüb. Bu da sözsüz ki, rəqəmsallaşma ilə də paralel olaraq bu proseslər davam edir. Bank müştərilərin hesablarından aparılan ödənişlərin 94% hamısı elektron bankçılıq vasitəsilə olub. Ödəniş kartlarla yerli bazarda aparılan əməliyyatların 94%, o da eyni rəqəmdir, 94%-i qeyri-nəqd şəklində baş verir. Bu da həm maliyyə sektorunun rəqəmsallaşması nəticəsində baş verir, həmçində milli ödəniş sisteminin də təkmilləşdirilməsi istiqamətində görülmüş işlərin nəticəsidir. Biz bu il 2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasını bitiririk. 2025-ci ildə icra səviyyəsi 85.6% idi, 85% idi. Düşünürük ki, bu ildə əksər yerdə qalan hədəflərimizə nail olacağıq və sözsüz ki, 2027-ci ilin ilk rübündə biz nəticələrimizi açıqlayacağıq. Xatırladım ki, səhv eləmirəmsə biz yeganə qurumuq ki, həm strategiyanı təsdiq edirik, həm onu ictimaiyyətə açıqlayırıq, həmçinin də hər il hesabat veririk. Sözsüz ki, bizim ölkəmizin strategiyası var, sosial-iqtisadi inkişaf strategiyamız möhtərəm cənab prezident tərəfindən təsdiqlənmiş 2022-2026-cı illəri əhatə edən. Orada da biz 9 tədbir üzrə əsas icraçıyıq və orada biz hər hansısa gecikmələri gözləmirik. Lakin artıq biz bu ildə yeni ikinci strategiyamızı yazmağa başlamışıq. 2027-2030-cu illəri əhatə edən. Onun da əsas fokusu maliyyə sektorunun dayanıqlığının təmin edilməsi və sözsüz ki, genişlənməsi və inkişaf etdirilməsi nəzərdə tutulur. Onu da düşünürəm ki, 2027-ci ilin birinci rübündə biz ənənəyə sadiq qalaraq ictimaiyyətə açıqlayacağıq bütün izahlarını. Mən təşəkkür edirik cənab sədr bu ətraflı və maraqlı müsahibəniz üçün, cavablarınıza görə. Əminik ki, izləyicilərimiz üçün də faydalı və dolğun məlumatlar əldə etmək üçün bir fürsət oldu. Minnətdarıq və sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Mən sizə təşəkkürümü bildirirəm. Mənə də maraqlı oldu sizin suallarınız. Elə düz qeyd etdiniz ki, əsas izləyicilərimizə maraqlı olsun. Çox sağ olun, təşəkkür edirəm vaxtınıza görə və diqqətinizə görə. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun.